Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllər. Ürəyinizdə ata günəş olsun, əziz dostlar. Hər vaxtınız xeyir. Bildiyiniz kimi bugün 23 may 2025-ci il Azərbaycan Respublikasının tarixi dövlətçilik ənənələrinə əsaslanan və müasir Azərbaycan Respublikasının dövlət atributlarının, dövlət bayrağımızdan yaşıl simvol olan və ümumiyyətlə dünya İslam sivilizasiyasında əvəzsiz rol oynayan və dünya fəlsəfə tarixində, dünya ədəbiyyat tarixində və dünya fəlsəfəsində və Türk tarixində əvəzsiz rol oynayan böyük şairimiz, böyük ideoloqumuz və sərkərdəmiz Şah İsmayıl Xətainin vəfat olunduğu gündür. Və bilirsiniz ki, 1524-cü ildə vəfatı əslində 1514-cü ildə baş verən Səfəvi və Osmanlı Türk imperiyası arasında baş verən müharibədən sonra olub və ümumiyyətlə hesab edirik ki, bu hadisə ilə bağlı çox uzun bir mövzudur. Əlbəttə ki, bunun elmi, tarixi və etnoqrafik tərəfləri var. Bilirsiniz ki, Şah İsmayıl Xətainin məqbərəsi Ərdəbil şəhərində, onun böyük boya başı çatdığı, böyük fikir adamı və onun müəllimi və Səfəvilər imperiyasının ideoloqu Şeyx Səfiyyəddinin doğulduğu yerdir, Ərdəbil hakimliyi olduğu yerdir. Bilirsiniz ki, onun dünyaya gəlməsi və onun ögey atası, daha doğrusu onun qaynatası məhz Ağqoyunlu İmperatoru Uzun Həsəndir və 1487-ci ildə 17 iyul tarixində dünyaya göz açmışdır. Və əlbəttə ki, Səfəvi İmperatoru Şah İsmayıl Xətai Türk tarixində və Azərbaycan tarixində, İslam tarixində misilsiz rol oynamış böyük ideoloqdur. Bunu nəyə görə deyirəm? Əlbəttə ki, Səfəvi İmperatoru Şah İsmayıl Xətai özünün ideya təməllərini məhz hürufilərin ortaya qoyduğu Ənəl-Həq ideyasına əsaslanaraq və xüsusilə Təbrizdə və Şirvanda, Şirvan zonasında yayılmış olan İmadəddin Nəsiminin və Nəiminin ideyasına əsaslanaraq bir etatizm ideyasının təməllərini qoymuşdur. Və təbii ki, Şah İsmayıl Xətai haqqında çox şeylər demək olar. Bilirsiniz ki, Şah İsmayıl Xətai həm Şeybanilər, Qıpçaq Türk dövlətinə qarşı, həm Şimali Azərbaycanda Şirvanşahlar dövlətinə qarşı və Ağqoyunlu imperiyasına qarşı və Anadoluda qurulan, 1299-cu ildə qurulan Osmanlı imperiyasına qarşı müharibə aparıb. Əlbəttə ki, bu müharibənin baş verməsinin bir çox səbəbləri var. Bilirsiniz ki, Səfəvilər imperiyası məhz Oğuz xaqanın və Bicə xaqanın qurduğu imperiyanın və Əmir Teymurun qurduğu Türk imperiyasının ənənələrini qorumaq, vahid bir Türk birliyini qurmaq, vahid bir Turan qurmaq ideyasına əsaslanaraq o dövrün İslam düşüncəsinə, İslam fundamentalizminə və ümumiyyətlə Türk fəlsəfəsinə söykənərək mərifət, təriqət, şəriət və həqiqət düsturuna əsaslanan kamil insan təkamülünə, mənəvi təkamül ideyasına, vəhdət vücud fəlsəfəsinə əsaslanaraq Şah İsmayıl Xətai böyük bir imperiya qoymuşdur. Şah İsmayıl Xətainin təbii ki, onun dünya görüşünə aid böyük bəstəkar Müslüm Ağamayev də onun operasını yaratmışdır. Mən bu barədə çox geniş danışmaq istəmirəm. Bilirsiniz ki, Azərbaycan Respublikasının ikinci prezidenti, böyük
Türk demokratı və Atatürkün əsgəri olan demokrat lider, Milli Azadlıq Hərəkatının lideri Əlfəz Elçibəy özü də 1992-ci ildə Şah İsmayıl Xətainin abidəsinin açılışını eləmişdir. 1992-ci ilin iyun ayının 17-sində keçirilən hərbi paradda Şah İsmayıl Xətaidən bir stat gətirmişdir. Orada qeyd edirdi ki, Məhəmməd Əmir Əsilzadənin qurduğu Cümhuriyyət ordusu, müasir Azərbaycan Respublikasının ordusu Şah İsmayıl Xətainin varisidir. Digər tərəfdən Şah İsmayıl Xətainin digər dostu və Şeyx Heydər nəslindən olan Əlfəz Elçibəy də Səfəvilər nəslindən idi. Digər tərəfdən Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev isə məhz Müslüm Maqamayevin Şah İsmayıl operasına tamaşasını izlərkən Şah İsmayıl haqqında bunları demişdir. Şah İsmayıl görkəmli sərkərdə Azərbaycan şahı olmuşdur. Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət və Azərbaycanı birləşdirən insandır və Azərbaycanın qədim dövlətçiliyini Şah İsmayıla bağlıdır. Bundan əlavə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev bilirsiniz ki, Şah İsmayıl Xətainin adını daşıyan küçədə Şah İsmayıl Xətai heykəlini və Şah İsmayıl Xətai adına metro stansiya yenidən qurmasına nail olmuşdur. Şah İsmayıl Xətai adına sərgi Heydər Əliyev mərkəzində baş tutmuşdur və Şah İsmayıl Xətai haqqında isə Cənab Prezident bunları demişdir. Şah İsmayıl Xətai Səfəvi Azərbaycan xalqının oğlu, sərkərdəsi və şairidir. Bu yaxınlarda Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan 15 mayda AKP-nin qrup toplantısında dediyi fikirlər isə tamamilə cəfəngiyat və tamamilə Türk tarixinə, Türk dünyasına, iki böyük qüdrətli sərkərdəmizə, Əmir Teymura və Şah İsmayıl Xətaiyə çox böyük sayğısızlıqdır. Ümumiyyətlə, Çaldıran müharibəsində heç bir Türk qalib gəlməyib. Burada qalib gələn tərəf təbii ki, İslam dünyası olub və İslam dəyərləri olub və Türk dəyərləri, Türk dünyası isə məğlub olub. Əlbəttə ki, Türk törəsi məğlub olub. Ona görə də mən sonda Şah İsmayıl Xətainin təbii ki, Türk tarixində, Türk dünyasında oynadığı rol haqqında çox şeylər demək olar. Mən istəyərdim ki, Şah İsmayıl Xətai haqqında bir beyt deyim. Dilbarı eşqin tənimdə sevgili candır mana. Pərtovi mehri ruhin xürşüdü tabandır mana. Dərdi hicrindən səni hərgiz şikayət qılmazam. Hic əla etmən, tələb ne üçün ki dərmandır mana. Asitanın xakini vermən cəmi aləmə. Hər ayağın torpağı mülkü Süleymandır mana. Ta cəmalın müsəhvin gördüm, əya nuri ilah. Zikri eşqin dildə laim virdi, Qurandır mana. Ey Xətai, xubların cövrü vəfadır aşiqə. Firqət-i mehr nigarın cövrü ehsandır mana. Dilbərin getdi Xətai, sən nedirsən dünyanı? Çünki can getdi bu tən, ya Rəbb, niyə qaldı mana? Əziz dostlar, Şah İsmayıl Xətainin qoşma, gəraylı və ümumiyyətlə Səfəvilər dövlətinin qurucusu kimi Türk sarayında Türk törəsinə uyğun şəkildə 12 Oğuz boyunu bir araya gətirərək vahid bir Türk dövlətini qurması Türk tarixində
təbii ki, qeyri-adi bir uğurdur. Çünki bilirsiniz ki, 1299-da qurulan, ondan 3 əsr öncə qurulan Osmanlı İmperiyası isə cəmi bəyliklər əsasında yalnız 2 türk boyunu Candarlıoğulları və Osmanoğulları birləşdirə bilmişdir. Əslində isə hakimiyyət tamamilə bir boyun Osman oğullarının əlində idi. Səfəvilər dövləti o qədər demokratik idi ki, hətta burada Əfşarlar və Qacarlar türk boyunun hakimiyyəti altına keçmişdir. Xüsusilə Nadir Şah Əfşar və Ağa Məmməd Şah Qacar. Mənim deyəcəyim bu qədər və ümumilikdə hesab edirəm ki, bu barədə akademiklər, ideoloqlar danışsa yaxşıdır. Mənim deyəcəyim bu qədər. Hər birinizə təşəkkür edirəm və bizim Səfəvilər İmperiyası səhifəmiz yenidən bərpa etdik və bu bərpamız məqsəd olaraq Azərbaycanın etatizm ideyasının yüksək səviyyədə yayılmasına nail olmaq məqsədini daşıyır. Bir daha hər birinizə təşəkkür edirəm. Tanrı türkü qorusun. Nə mutlu türküm deyənə. Bir daha bütün şəhidlərimizə soyumuz var olsun deyirəm.